Bugün gecəliyirik, görək neçə saat dərs oxuyacağam. Saat bu dəqiqə 00-dur. İstədim ki, bir gecələdiyim gündə sizə nələr eləyirəm, onu da göstərim. Demək, ilk öncə sərbəst işimi qurtardım və ingilis dilində 2 dənə topik öyrəndim. Biri celebrity ilə bağlı idi. Biri də sevdiyim bir festival haqqındadır. İndi hətta onun tekstini yazırdım, sözlərini öyrənirdim. Belə, davam edirəm. Dərs oxumağımın 3-cü saat və 11-ci dəqiqəsindəyəm. Və 3 dənə speaking topiki bitirdim. Əslində 4 dənə bitirdim. Amma 4-cü keçən dərsdən qalmaydı. Onu sadəcə təkrarladım. İndi keçirəm shadowingə. Bir dənə qısa shadowingim var, bir də uzun shadowingim var. Və uzun olan əsla bu gecə bitən deyil də, yəni ondan əminəm. Normalda mənim gecələməyim gecə saat 5-də bitir, amma bugün saat 3-də bitiririk. Çünki yoruldum və xəstəyəm, eləmək istəmirəm dərs. Demək, 3 saat 39 dəqiqə, əslində qalsa 46 dəqiqədir. Niyə? Çünki gec başlatmışdım kronometrəni biraz. Yəni, tam olaraq 4 saata yaxın bir müddətdə dərs oxudum. Son 46 dəqiqədə də shadowing elədim sadəcə. Və bir dənə də qrammatika, Schulz qrammatikasını təzədən oxudum. Belə, günü belə bağlayırıq. Məncə, xəstə olmama baxmayaraq yaxşı oxudum. İzlədiyiniz üçün təşəkkürlər. Gələn dərs oxuma, gələn gecələmə bölümlərində görüşmək üzrə. Hələlik.